Cəmiyyətimizin çox bildiyi yanlışlardan biri budur. Bu o demək deyil ki, biz cəmiyyətimizi alçaltmaq kimi çıxmasın. Əslində bu bizim cavan kadrın üstünə düşəcəyi bir mövzudur ki, biz xanım və bəylərimizə hələ də mən yanıma gələn biz artıq 2025-ci ildə yaşayırıq. Çinə getdiyimiz zaman, yəni Asiya ölkələrinə getdiyimiz zaman, Türkiyə və Avropa ölkələrinə getdiyimiz zaman görürük ki, artıq bəzi qızın botoksla doğulun fərqi bilir nədir. Amma bizdə hal-hazırda bəzi insanlar var ki, o da bizim mütəxəssis və qeyri-mütəxəssislərin mən üstünə günah atıram ki, izah etmir. Bu işi pul mahiyyəsinə, belə deyək də, necə deyim sizə, pul xətrinə görürlər deyə. Bizim sahə dedim axı ilk başda çox geniş və diqqət olunacaq bir sahədir. İzah etmirlər deyə, sırazı gəl sənə dolğu eləyim, botoks eləyim, səni 5 yaş cavanlaşdırım, 10 yaş cavanlaşdırım. Əslində cavanlaşma, biz 5-10 yaş dərini cavanlaşdırırıq. Mən sənin dərini cavanlaşdırma, sənin metabolizmanı, sənin sümüyünü, sənin kaslarını, yəni əzələ sistemini cavanlaşdıra bilmirəm. Sənin dərini 5-10 yaş cavanlaşdırıram və bəzi qeyri-mütəxəssislər insanları belə deyək də aldadır ki, səni 5-10 yaş cavanlaşdıracam. Əslində biz 5-10 yaş insanın öz yaşı ilə dəri yaşı tamamilə fərqlidir. Ona görə bizim dəri analizator cihazlarımız var. Və biz pasientlərə mən hər zaman bilməyən pasientlərimə izah edirəm.